Pıçıldaşıyım, pıçıldaşıyım ləpələr. Son vaxtlar metro sərnişinlərə həm də sevilən mahnıları dinləmə imkanı yaradan məkana çevrilib. Retro musiqilər bu məkanın ritminə fərqli bir ahəng qatır. Sabahətində yüksün, aylar dünən axşam, dünən axşam. Çox sevinirik bu musiqiləri dinlədikcə, ruhumuz dincəlir. Yəni işə daha pozitiv başlayırıq. Mənə xoşum gəlir. Mən burada keçəndə də həqiqətən də əhval-ruhiyyəm də çox gözəl olur. Rəşid Behbudovun musiqilərini eşidirəm. O bizə çox yaxşı duyğular təsir edir. Öyle işte, güzel işte, beğeniyoruz. Ruhumuz dincəlir. Yəni daha çox yorğun olanda musiqi hətta bizi rahatladır biraz. Yəni bu musiqi qoyulması yəni müsbət bir cəhətdir yəni. Məncə yaxşı təsirdir. Çünki universitetdən falan çıxanda yorğun oluruq, gəlirik. Buradakı təsirat yaxşı olur. Yorğunçuluğu nə qədər də olsa, heç olmasa beynimiz dincəlir də. Mahnılar yaxşı təsir edir bizə. Əlbəttə bəyənirəm. Çünki musiqi olan yerdə şənlik var. Musiqi olan yerdə şən, firavat həyat var. Düzdür, bəzən tez durmaq o qədər də xoş deyil, amma məcburən durmalıyam. Ona görə də ki, buradakı mahnılara bəzən mən də qoşuluram, oxuyuram, deyirəm ki, bu məndən asılıdır günümün xoş keçməyi. Nə qədər qəşəng düşünsəm, o qədər yaxşı keçər günüm. Kim fikirləşibsə buna super. Bilirsiniz niyə? Çünki bu elə musiqidir ki, bu. Deməli, insanın əhval-ruhiyyəsini qaldırır. Sən tutaq küçədən, evdən hardan gəlsə, əsəbsən, bura girən kimi sən dəyişirsən. Bu musiqilər sərnişinlərdə nostalji hisslər oyadır. Gündəlik tələskənlik içində qısa da olsa bir qədər rahatlıq yaradır. Bakı metropoliteni stansiyalarında musiqilərin səsləndirilməsi ideyası 2025-ci ilin əvvəllərində yaranıb. Musiqi təbii ki, mədəniyyətimizin tərkib hissəsi kimi onun səslənməsində olan kənara çıxmaları minimuma endirilməlidir. Bu səbəbdən müəyyən işlər görüldükdən sonra artıq bütün stansiyalarda musiqilərin səsləndirilməsi test rejimində başlandı. Metro əməkdaşlarının sözlərinə görə isə bu musiqi seçimi sərnişinləri milli əhval-ruhiyyəyə kökləmək, onlara müsbət təsir göstərmək və səyahət mühitini daha sakit və mədəni etmək məqsədi daşıyır. Qaçdım sənin dalınca mən gördüm yoxsa. Sərnişinlərimiz arasında monitorinqlərin həm də bir istiqaməti ondan ibarətdir ki, bu musiqi parçaları böyük əksəriyyətin könlünü oxşamalıdır və eyni zamanda sərnişin hərəkətinə mane olmamalıdır. Və bu baxımdan da aldığımız rəylər və monitorinqlərin nəticələri əksinə sərnişinlərimizin daha çox məmnunluğunu göstərir və eyni zamanda metropolitende olduğunuz müddətdə həmin qısa müddətdə sizə hər hansısa bir anı da xatırlada bilər. Sərnişinlərimizin bu mənada rəyləri də kifayət qədər çox maraqlıdır bizim üçün və onu xüsusi qeyd edim ki, bundan sonraki dövrdə təbii ki, musiqinin səlisliyi, onun daha geniş olması və əhatəli olmasına xüsusi diqqət olunacaq. Şəhər sakinləri retro melodiyaların metro ilə hərəkətin daha xoş və yadda qalan etdiyini deyirlər. Görünür, klassik retro musiqiləri təkcə keçmişi xatırlatmır, eyni zamanda bugünün şəhər həyatına da fərqli bir rəng qatır.